Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Bugün sizlər üçün yeni ildə süfrəyə qoya biləcəyimiz fərqli bir salatla gəlmişəm. Hazırsaq, ərzaqları sadalayım. Salat üçün bizə lazımdır 3 ədəd orta boy xiyar, 2 ədəd öncədən qaynadılmış və soyudulmuş toyuğun sinə əti, 2 ədəd öncədən qaynadılmış və soyudulmuş kartof, 3 ədəd qaynadılmış və soyudulmuş yumurta, 150 qram Holland pendiri, 200 qram təxmini xrustal stəkan qədər qarıq, 200 qram qarğıdalı, 2 ədəd turşu xiyar və mayonez. Və ən sonda duz. İlk olaraq ərzaqların hamısını süzgəcdən keçirdirik və yaxud doğrayırıq ki, salatı yığmaq bizim üçün daha rahat olsun. Burada ilk olaraq kartoşkadan başlayırıq. Kartofu süzgəcin iri gözündən keçirdirəm və ilk olaraq salatın alt təbəqəsində istifadə edəcəm. İndi isə eyni üsulla, eyni qayda ilə yumurtaları rəndədən keçirdirik. Daha sonra xiyarları doğrayırıq. Xiyarları aypara şəklində doğrayırıq. Xiyarın salatda su salmaması üçün mütləq öncədən üzərinə duz əlavə eləmək lazımdır. 10 dəqiqə gözlətdikdən sonra xiyar öz suyunu buraxacaq və salatlarda daha yaxşı istifadə eləmək mümkündür. İndi isə turşu xiyarlarımızı aypara şəklində doğrayıb forma veririk. İndi isə toyuğun filesini uzun-uzun doğrayırıq. Əgər siz salatlarda toyuğun filesini qaynama şəklində sevmirsinizsə, qızartma kimi də istifadə edə bilərsiniz. Toyuğun filenin hər iki üzünü qızardıb, uzun-uzun doğrayıb salatlarda istifadə edə bilərsiniz. Ümumiyyətlə, toyuğun filesini sevmirsinizsə, mal ətindən də istifadə edə bilərsiniz. Öncədən mal ətini qaynadırsınız, uzun-uzun doğrayırsınız və yaxud qızardıb da əlavə edə bilərsiniz. İndi isə keçək Holland pendirinə. Salatlarda Holland pendirinin daha gözəl, daha incə görünməsi üçün rəndənin incə gözündən, xırda gözündən keçirtmək lazımdır. Artıq bütün ərzaqlarımızı doğradıq, hazır vəziyyətə gətirdik. İndi isə başlayaq salatımızı yığmağa. Kartofu ilk olaraq alt təbəqəyə yayırıq və hər tərəfə eyni şəkildə olmaq şərti ilə üzərinə duz əlavə eləyəcəyik. Siz istəsəz həm duz, həm də istiotdan istifadə edə bilərsiniz. Bizim evdə istiot o qədər istifadə olunmadığı üçün mən təkcə duzdan istifadə eləyirəm. Daha sonra sıxma torbasına mayonezi əlavə eləyib, hər tərəfə gələcək şəkildə istifadə eləyirəm mayonezi bol-boluna. Əgər siz mayonezi az xoşlayırsınızsa, az istifadə eləyə bilərsiniz. Daha sonra yumurtanı əlavə eləyib, xamada əlavə eləyə bilərsiniz. Yumurtanı da hər tərəfə eşit şəkildə, eyni şəkildə yayırıq, üzərinə duz əlavə eləyirik. Yenə hər tərəfə bol-boluna mayonezdən istifadə eləyirik. Daha sonra qaroğu əlavə eləyirik. Qaroğu da eyni şəkildə hər tərəfə yayırıq.
Daha sonra toyuğun sinə ətini əlavə edirik. Yenə hər tərəfə yayırıq. Burada görürsünüz artıq xiyar öz suyunu buraxıbdır. Bir balaca əlinizlə sıxıb həmin xiyarları da üstünə salatın üzərinə əlavə edirsiniz. Xiyarın tərkibində artıq duz olduğu üçün duzdan istifadə etməyin, yoxsa salat çox duzlu olur. Salatımız artıq hazırdır. Bir balaca toxunuşlar eləmişəm. Yeni ildə süfrəyə qoya biləcəyiniz gözəl bir salatdır. Həm görünüşü ilə, həm də dadı ilə hamının diqqətini cəlb eləyəcək və hər kəs sizdən bu salatın reseptini soruşacaq.